Bile sabahınız, her vaktiniz hayır olsun sevimli insanlar. Bugün biraz geç kaldık sohbetimize. Artık saat 10'dur, 11'e işleyip 20 dakika. Bilmiyorum, yorul artık yaş işini görür diyesin. Ben yorgunluktan artık uyanmak istemirdim yerimden. Tabii ki o daha cavan illerde bu bende çok asan alınırdı. Ama şimdi biraz çok yorgunluk hissediyorum özümde. Xülasə ki biz bugün 1300. ildə yazıb yaradan Hafizin sinəsini dağıdacağıq və oradan hikmətləri bir-bir çəkib sizinlə bərabər çıxaracaq. Daha doğrusu mən bunu çıxartmışam. Təbii ki bu hələ qəlbdən çıxıb, indi sizinlə birlikdə onu gözdən keçirəcəyəm. Ağzı bağlı bir sandıqdır bu dünya. Əsəl binadan. Az değildir bu məmləkətin sirləri dərk edilib, açılmayan. Hələ ki bağlıdır bizə bu dünyanın qapısı. Əsla tapılmayıb indiyədək bu sandığın açarı. Çıxdı var yoxundan bu pərdədə çoxları ki duysunlar ondaki bu incə mənaları. Hələ ki açan yoxdur bu gizli müəmmaları. Sərraf olan can ilə dinlər sözdə mənanı. Bu nə demək? Sərraf olan can ilə dinlər sözdə mənanı. Can, görürsünüz ki, insan can verəndə, yəni dünyasını dəyişməyə yönələndə deyilir. Canını tapşırmaq istəyir. Can verir və can verdi, canını verdi. Nəhayət ki bu insan canı təhvil etdi. Bax bu can ruhdur. İlk insan həyat verən can oldu, yəni ilk ana həyat verən can oldu. Sonuncu ana isə həyat verən ruh olacaqdır. Görürsünüz o indi kişilər bunu bilmirəm, anlayanlar da var təbii ki. Amma ananın bətnində 4 ay keçər keçməz uşaq hərəkət edir artıq. Ona çünki ananın canından civə şəklində ayrılıb can verilir. Hər bir insanı hərəkətə gətirən ruh, can Allah'dır. Və sərraf olan, o ağıllıyam deyənlər var, onlar ağıllı deyil. Çünki ağıl heç kimə verilmir. Ağıl Allah'ın özüdür. Sən ağıllıyam desən, sən artıq birbaşa Allah'a şərik çıxırsan. Amma bunu anlamırsan. İndi qulağını içindəki o qurğuşunları təmizlə. Nə deyirlər ona o? 3%'li pereksi tök kulaklarının içini, kirini temizlə və yaxud təmizlət və gəl bu kəlamları diqqətlə dinlə. Gör, burada sözlər səni hansı hikmətləri anlatacaq, söyləyəcək, sən onları kulakların qurğuşundan təmizlənəndən sonra bugün necə anlayırsan, onda necə anlayacaqsın. Tabii ki bu deyimdir. Bunu anladan da
Can özüdür. Özü anlatacak. Sen harekete getirme, dahilinde değil mi? Bak ora var, onu dinle. Serraf olan can ile dinler sözde mənanı. Bir de deyirəm. Ağzı bağlı bir sandıqdır bu dünya əzəl binadan. Az değildir bu memleketin sirleri açılmaya. Hele ki bağlıdır bize bu dünyanın kapısı. Görürsüz hele ki açılmayıb. Ben baxıram, dinleyen çoxdur, seyreden çoxdur. Günü gündən burada say artır. O deputatlığa, ne bileyim prezidentliğe o kompüterda gösterirler. Necə say artır. Hətta mən dedim bir dəfə bu Rövşənə biz burada Gəncə xalqı hamısı oranın necə artdığını mən gözlərimlə görürdüm. Və o Ramiz Mehdiyevdi, yoxsa o Məzahir kimdi, onu necə tez fırlatdı tərsinə. Bax bunlar onun bədəlini ödəyəcəklər, cavab verəcəklər. Mənə yox, mən kiməm ki, öz içindədir, bax o cana bədəl ödəyəcək ki, mən nə qələt eləyib o rəqəmi, o sayğacı geri fırlattırdım və hansısa bir manyakı, hansısa bir ağıldan kəmi, hansısa bir qaraçını gətirib Gəncəyə padşah etdim. Qaraçı. Bax belə. Mən demirəm oradakilərin hamısı qaraçıdır, orada ziyalı insanlar da var, hər millətin yaxşısı da var, pisi de var, amma damğadır bu, onların adına artıq yapışmışdır. Yevlaqdan gələn qaraçıdır o. Hətta mən bir dəfə bu Ruhi poliklinikada o xəstəxananın nədir var, poliklinika, nə deyirlər oranın, poliklinika bilirəm xülasə ki, orada dərman yazdırmağa gedəndə həkimlərdən biri gördüm digəri ilə söhbət edir. İki xanım qabaq-qabağa dedi, vay halımıza. Dedim, nə olub ki? Dedi, o orada cəmaat o gedəndən sonra bu Elmar Yevlaqdan çıxandan sonra xalq orada qurban kəsibmiş. Bu tsiqanın dalından. Bax, bizi gör, Gəncədə kim idarə edir? Beylərin rejorluğu altında. Bax, buyurun, dərd budur. Təbii ki, ondan da böyük rejor fələkdir. Onu unutmayaq. Onlar qınamayaq daha doğrusu. Biz acını dedik, nəyimizə gerek? Onun başındaki o rejor isə fələhin özüdür. O qədər bunu qeyd edək ki, günaha batmayaq. Biz acı həqiqəti söylədik ki, bu tsiqan bu xalqa nələr yaşadır burada. Bəli, Hafizin xəzinəsindəyik, onun sinəsini sökmüşük və onun nə demək istədiyini Allahın əmri ilə dilə gətiririk. Ağzı bağlı bir sandıqdır bu dünya, əzəl binadan. Az değildir bu məmləkətin sirləri açılmayan. Hələ ki bağlıdır bizə bu dünyanın qapısı əsla tapılmayıb. İndiyədək bu sandığın açarı. Çıktı var yoxundan bu pərdədə çoxları. Ki duysunlar ondaki bu ince mənanı. Bu məsələ yani Əzizə Cəfərova. Dünyanın o başına getdi ki, bilsin ki bu dünyanın sirri, sehri nədir? Özü bunu mənə itiraf etdi. Telefonla danışanda dedi ki, mən dünyanın hər yerində fırın fırlanmışam. Dəlillər toplamışam, kitaplar yazmışam, qalaq-qalaq. Sən gəlib mənə dərs mi öyrədəcəksən? Bax, bu sözü o mənə demişdi. Mən ölüdən danışıramsa, ölüyə də sözümü deyə bilərəm, elə deyil mi xalq? Bəli. Elə də o Bəxtiyar Vəhabzadə ki, ağzı boşda getsin. Ah, ziyalı, xalqın, xalq yazıcısı, xalqının xanımına deyir, az boşda getsin o yana. Mən səni kimləri qəbul etsəm, gərək burada mən millətin elə o şiretini də nə bilim neyniyim dedi. Bax, belə bir çox nəzakətsiz bir cavab verdi mənə. Amma mən ona nə yakınıyım ki? Ondan da ziyalı insanlar, ondan da o Bekir Nəbiyev
Dedim, axı burada sirlər var, burada hikmətlər var. Nə qədər xalqın aldadıb başına torba salıb fırladacaqsınız dedi. Nə qədər istəyiriksə Bəkir Nəbiyev, nə qədər istəyiriksə o qədər də xalqın başına torba salıb fırladacaq. Sənə nə? Azərbaycanın anası olan akademiyanın akademiki, baş akademiki Bəkir Nəbiyevin şuur payıdır bu. Mən onu nə qınayım, Allah böyle verib. Mən onu qınaya bilmərəm. Amma İncildə buyurulduğu kimi Allah alimləri rüsva edəcək. Mən də acını deyirəm. Mən onu rüsva etmirəm. Onun o rüsvayçılığı öz qəlbində, öz canından doğacaq. O can ondan haqq hesab çəkəcək. Mən kiməm? Elə elmlisən, bunu gəlmişdim qapına, məni qəbul edərdin, bax bu fikirləri gözdən keçirərdin. Hələ o Yaşar Qarayev dedi ki, bizim mütəxəssislərimiz, o Elmlər Akademiyasının mütəxəssisləri bu yazılardan bir şey baş çıxartmadı dedi. O qədər. Şimdi gidin, istəyirsiniz rüsvay olun, istəyirsiniz başınıza döyün, istəyirsiniz dizinizə. Mən öz xəbərdarlığımı etdim. Təbii ki, Allahın əmri ilə. Mən kiməm ki? Sizi yüksəldib o kreslolarda əyləşdirən indi oradan aşağı salır. Belədir dünyanın işi adəti, bəşər evladı ilə var ədavəti. Kimini ucaldıbsa salıbdır yerə, kimini döndərir yerdə köləyə. Mən kölə idim, gəldim qapını açdım, döydüm, açdım. Sən mənə qapını açsan da, orada mənə oturmağa, əyləşməyə yer vermədin. Odur ki, Allah Teala deyir ki, mənim elçimi qəbul etmədin, indi düş oradan köpək olacaq. Bax belə. Köpək oğlu, köpək qızı, bu bizim dilimizin ən şirin sözləridir. Təbii ki, mən nəvələrimi belə sevəliyirəm. Neyim, belə də bilmirəm, belə yoğrulmuşum. Onu da deyim ki, bəlkə də atam nə qədər ziyalı olsa, bəlkə də onda dilindən eşitmişəm. Bunu yadıma gətirə bilmirəm. Amma elə yaşlı nəslin hamısından mən bunu eşitmişəm. Böyle gittiğim yerde de. Bir defa evde oturup yolka kururdum. Bir evladım biri var idi hele. İkinci bilmirəm var idi, yok idi. Çok özür istəyirəm özümden böyüklərdən. Böyle yolkanı kurdum. Birden uşaq yaman vermir axı. Yeni yer eməkli 20 yeri yer nəsə falaca 3 yaşı var, 4 yaşı var. Onu götürür, bunu koyur, bunu götürür. Sevincinin həddi hüdudu yoxdur. Mən də buna dedim, əlinə vurdum, dedim, ay köpək oğlunun oğlu, bəsdir də, qoy yığım, sonra baxarsan. Yavaşça qaynatam gəldi, oturdu yanımda, onda ayıq idi. Yaxşı ki, yoxsa qırğın düşəcəkdi, təbii ki. Gəldi, oturdu, dedi, abala, onu bir də de görüm. Dedim, nə dedim ki, köpək oğlunun oğlu. Dedi, indi sən kimə söydün? Deyirəm, bu səni. Güldü, çıxdı, getdi ki, bilirəm, dedi, bunu sən qəlbən demirsən. Bu sənin şirin sözündür, bunu mən çox eşitmişəm. Amma üzünə gəlməmişəm. Bax, belə bir səhnədə yaşamışam. O insan ayıq olanda mənim bir sözüm iki deyildi. Elə içəndə də, amma vay olaydı ki, onun gözünə biraz əcayip bir dəyəydin və ya söz deyəydin, o gün qırğın mütləq olmalıydı. Mütləq. Ora kimlərsə tökülməliydi, paya ələ alınmalıydı, biz məhlədən teylənməliydik. Bu mütləq idi. İstər günüz, istər axşam, istər gecə yarı. Kişi də ki, öz aləmində, öz dünyasında. Deyim ki, pozğun idi, deyil. Deyim ki, arvatbaz idi, deyil. Deyim ki, tərbiyəsiz idi, deyil. Sadəcə lağlağabaz idi. Elə orada o kişilərlə otursun, dostlarla, burada bu kampanya ilə. Deyim ki, piyanistka idi, deyil. Heç nəyə yox idi, saf bir insan idi. Bu insan yalnız lağlağını çox sevərdi. Lağlağı olanda heç evdə yadına düşməzdi. Bax belə anlarda
o evde tapılmazdı. Hardadır? Filan dostunun yanında. Hardadır? Filan kampanyada. Bak böyle bir insan idi ama indi pul yoktu diye o dostlar da artık silindi. Bağda erik var idi, Salam Melik var idi. Bağda erik kutardı, Salam Melik de kutardı. Başına söz etti. Bak bu hayatta da indi. Bəli, geçək söhbətimizin can hissəsinə. Sərraf olan can ilə dinlər sözdə mənanı. Hafizin şeiri bir elm, ədəb məktəbidir. Mən sizə dedim, mən kənd təsərrüfat texnikumunda oxuyarkən, ay tövbə, mən ekonomfakt oxuyuram. Ay tövbə, mən tanışlıqla oxudum. Ay tövbə, mən oradan 2 kəlmə söz anlaya bildimsə. Yəni ekonomfakt, ekonomik nədir o? Riyaziyyatdan. Riyaziyyatdır mı? Yoxsa orada nəysə planlaşdırırdılar, plan algı satqı, nəsə bax, mənlik deyil. Mən heç alanda, satanda heç vaxt pulumu da saymamışam. Pul mənim də özüm bilərəm, necə istəyirəm, elə də xəşdirəm. Var, xəşdəyirəm. Yoxdur, otururam. Pulu sevirəm xəşdəməyi. Onun gideyim dükkandan gözəl paltarlar, gözəl yeməklər, gözəlliklər ev üçün əşyalar, bunu almağı sevirəm. Amma mən o pula əsir deyiləm. Ərəb nəsib edərsə götürərəm, xərcləyərəm, nəsib etməzsə məsləhətinə şükür deyərəm. Mən belə bir insanım. Bu mənim şuur payımdır. Yəni o pulun varın dalınca ömründə qaçmaram, tələsmərəm, oturub gözləyərəm. Nə zaman gələr. O Nakşabend demişdir. Hər kəsin ruzisi vaxtı çatanda göydən düşmə kimi veriləcək onda. Mən heç bunu oxumadan mən onun dalınca qaçmamışam. O qədər. Mənə çox deyirlər ki, bunu belə yaza xalq, yəni mən bu yazan illərdə, illərimin bütün hamısını bu yazıya, bu oxumağa sərf edəndə elə qonşularım da, elə anam da, elə bacım da belə deyərdilər ki, ay qızım, ay bacım, ay qonşum, ay başına dönüm, kim yazmır ki, kim oxumur ki, bunu tük, git bir işlə uşağını da dolandır. Deyirdim ki, yox, mən bundan başqa iş arxasınca gedə bilmərəm. Uşağı da Allah öz-özünə elə dolandırırdı ki, bir gün burada bir dostluqda, bir dəqiqə mən onu tapacağım, sizə göstərəcəyəm. Bir oğlan, elə yazırdım əlimdə qələm, buralarda bir oğlan fırlanırdı, çip maşınınla. Mənim də üst qonşumda 2 dənə qızı olan ana vardı. Biri çox körpə idi təbii ki. Bu qızın biri çox göyçək idi, Rus yazışlıydılar, ananın anası çünki Rus idi, ata müsəlman idi, metis qız idi, çox göyçək qız idi. Və də burada bu Arzu adlı oğlan da değildi təbii ki, artıq kişi idi, maşınla fırlanırdı, paltar sərirdi, maşaqda görünürdü. Hərdən də indi bir balkona çıxırdım ki, bir havaya baxım, bir balaca üzümə hava dəysin, bir 2-3 dəqiqəlik də olsa bir balkondan baxırdım və yaxud indi 2 dənə paltar yudum, onu sərim, yığım. Elə görürdüm ki, bu oğlan burada fırfıra kimi fırlanır. Arzu Əlizadə. Arzu Əlizadənin, qoy mən gördüm, burada tamam başqadır, artıq Amerikada yaşayır bu insan. Rasmatresi, köyüne burada olan şəkili var mı burada? Yox, nəsə video klipdir bunlar. Biz fotoya girək. Yoxdur nəsə bunun şəkili. Bu kişidir artıq bu.
Bunun burada cavanlıq şəkili var idi, o mənə qoymuşdu. Bir dəfə burada mənim çox sevdiyim, sevgi və saygı bəslədiyim və də mənim kəlamlarıma ilk dəfə səcdəyə gələn, mənə çox sevgi münasibəti bəsləyən, saygı ilə, sevgi ilə yanaşan bir xanım var. Və Allah tərəfindən o iki şahidlərdən biri o seçildi. İndi bilmirəm niyə, çünki o tərcüməçi işləyir, bəlkə də onu bir tərcüməçi kimi Allah Taala onu seçdi. Mən Allahın bu işlərinə qarışmıram. Təbii ki, bu Rəbbin işidir, yoxdur. O silib artıq öz rəsmini buradan. Yoxdur, elə bundan danışaq. Bəli, Yatibelulu bu insan sadəcə qadın vurğunudur, gözəl qadın vurğunudur. Elə buradan bununla belə söhbət edək. Arzudur bu. Bilmirəm, mən indi o rəsmləri sildim. Əfsus ki, orada bu yazmışdı Rufaya ki, bu xanım mənə tanış gəlir. Elmira xaladır bu. Bəli, o Elmira xalaydı və bu insan mənə deyir ki, orada yazır ki, Rufaya, Elmira xala bir dəfə məni evləndirmək istəyirdi. Təbii ki, mən kiməm ki, onu evləndirəm? Mən o zaman heç əlimi, qolumu Allah Taala ilə bağlamışdır ki, mən sadəcə yazmaq, pozmaqla məşğul idim, amma haqsız işi də məni götürə bilmirdim. Haqsız hərəkətləri götürə bilmirdim. Mən o qızların namusunu çəkdim. Ona görə də mən qıy çəkdim ki, sən buralarda nə gəzirsən abala? Bax, bu oğlana dedim ki, buna demədim təbii ki, bunun əmisi oğluna, həmin o ziyafətin, o sələmşiklərin birinin oğluna, o özünü hər kəsdən üstün, məndən üstün bilən Ziyafətin oğlunu çağırdırdım, çünki orada onlarla mən çox yaxın idim. Çörək kəsmişdik, o uşaqlar mənim evimə gəlib gedən uşaqlar idi, yəni saygı var idi, sevgi var idi və elçinlərini çağırdım. Dedim, ay bala, bu sizin deyirlər, əminiz oğludur, dedi, hə, Ema xala. Dedim, ay bala, ona denə ki, nə olar adamın qardaşı olmayanda? Bu qızların yiyəsi yoxdur mu? Allah da var axı bəs. Allah adamın başına daş salar. Bu buralarda nə gəzir, nə fırlanır. Mən aynadan baxamıram, qapıdan çıxamıram. Fırfıra kimi deyirəm, burada özü də utanmaz, özü də belə necə deyim, çox sırtıq bir şəkildə əl çəkmir buralardan. Buna denə yığışsın buradan. Bu nə olar adamın indi ata burada yoxdur, qardaşı yoxdur, qız uşağıdır. Adam belə etməz. Ayıbdır. Biz Azəriyik, bizim şəriətimizə uyğun deyil bu. Yəni bax, bunun üçün mən buradan qaldım. Amma bu insan deyir ki, məni evləndirirdi. İndi görün bunu mən necə evləndirdim. Mən bunun çağırtdırdım, bu oğlanın üzünə də dedim, 2 korobka gətirdi mənə, şokolad korobkası, bir deyəsən, bir idi, 2 idi, yadımdan çıxmayıb, qonaq kimi gəldilər, oturdular, söhbət elədilər. Dedim, bala, mən belə şeyləri başım götürməz, qıraqda get, nə eləyirsən elə, mənim gözüm bunu görməsin, bu mənim qonşumdur və də mən qonşuma qarşı belə, nəinki evimə, qızıma, mən heç bir dəfə bazarın yanından gedirdik, bir uşaq, mən qızım qabaqda, mən arxada belə nəyəsə baxa-baxa gedirdik və də çox yaxın bizə insan olan, sonra anladım ki, onun nəvəsidir. Bəhlul kişi o bazarın ayağında saçı qıvrım belə elə mənim saçıma bənzər. Rəhmətlik indi yoxdur həyatda, onun sən demə nəvəsi idi, sonra məni çox sakitləşdirdi. Elə onun dükanının qabağında bilmirəm mənim qızıma nə dedi, az qaldım onu boğam əlimdən zorla qaçdı ki, sən bir adamı tanı sataş, sən kimə sataşırsan? Belə nələrsə dedim, gördüm Bəhlul kişi çəkdi məni içəri, çünki həyat yoldaşımla çox yaxın onların haqqı salamları var idi. Hər dəfə oradan gedəndə, bazarlıq eləyəndə yükümü də ora qoyardım ki, Bəhlul qardaş, indi mən gələcəyəm. Bax, orada məni sakitləşdirdi. Sonra mən o uşaq orada neçə dəfə gedib görəndən sonra anladım ki, bu həmin oğlan onun nəvəsi idi və məni görəndə tez başını aşağı salırdı.
Onlar ki, kişi olanda elə hər yetənə sataşmaq olmaz axı. Bax, bundan da burada çıxmışdım. Ərəb zəngi kimi buna sözümü demişdim ki, mənim qonşumdur bu. Sən mənim qonşuma, mənim gözümün qabağında sataşa bilməzsin. Mənim oğlum da belə şeylər də çox çıxıb. Burada uşaqların əksəriyyəti belə idi. İndi bir 3 dənə, 5 dənə adam qalmasın. Bu nöqteyi nəzərdən, həya bəndlərindən Gəncə xalqının 90, Gəncə xalqının, Gəncə o demirəm oradan gələnlərin, Gəncə xalqının 90%, bəlkə də 99% bu qeyrətə sahibdirlər. Amma Türkiyədə 1% sahib olarlar, 99%-i zina edirlər. Yəni mən demirəm ki, pozğunluq edir. Elə göz zinası, dil zinası yetər. Ərinin yanında ağzının içinə girirlərsə, bu zinadır. Bunu türklər edir. Azərilər deyil. Və biz türk nəsli deyilik. Biz türkü dünyaya gətirənik. Bax belə. Xülasə ki, bu dedi ki, bax bu Arzu dedi ki, mən o qızı sevirəm. Mən də bilmirəm, bu subaydı, evlidir, dedi subaya. Dedim, abala belə sevmirlər. Sevirsən, o da anası var. Gəl qapısına adamını göndər, istə. İndi mən hələ birinci səfər bunu görüb deyirəm. Belə istə. Oradan baxırsan, buradan baxırsan, yekə oğlansan, ayıb deyilmi? Bu pəncərədə mənim də qızım var, başqasının da qızı var. Adam belə də bu iş nəyə lazımdır ki? İstəyirsən, xoşduyursan, adamını göndər, bir adam sal arıya, tanışdıq elə gör, istə al. Da oradan pırtlayırsan, buradan pırtlayırsan, köbələkim, oradan pırtlayırsan, buradan pırtlayırsan. Adama qəzəb doğurur bunlar hamısı. Xülasə ki, bu Arzu, mən demirəm Arzu pis uşaqdır, onu da Allah Taala belə yaradıb. Bir gün bu insan öz doğma bacısını gətirdi və mən artıq bilirdim ki, bunu evlidir. Dedilər ki, bilmirəm, vallah mən Elçinəmi dedim bunu. Bununla mən 2 dəfə görüşmüşəm, o qədər 2 dəfə, 3 dəfə belə üzünü görmüşəm bunu yaxından. Yəni, elə gündə bundan söhbət etmirdim, mənim öz işim, gücüm var idi. Onu bilirəm ki, bu bir gün bacısını gətdi, əlində bir komplekt, mənim evimdə, koridorda, qız anası, ay qız anası, dedim, ay bala, sonra anaya dedim ki, ay qızım, ay Luda Rus etis qızı idi, dedim, ay qızım, belə qız vermirlər, bu oğlan evlidir, dedi, bəlkə də qızımın talihidir, dedim, ay bala, belə iş olmaz. Belə insanlar arvad almaz, arvad saxlamaz. Əgər öz arvadına, uşağına bu biganədirsə, sənin qızına da belə olacaq, dedi. Niyə elə deyirsən, bəlkə mənim qızımın bəxtidir. Bunu qız anası dedi. Bu bir acı həqiqətdir də, ana deyəndən sonra mən kiməm ki? Dedim, yaxşı, özün bilərsən. Mən çəkildim kənara. Get özün alış, özün veriş. Və mən öz dünyama qayıtdım. Bir gün qapı döyüldü, həmin bu Arzu və onun bacısı, bir də həmin Luda girdilər mənim evimə. Yəni, mən yaşayan otağa, onlar mənim 5-ci mərtəbə üstümdə yaşayırdı. Dedim ki, xeyir ola ki, bəs dedilər ki, bu Arzu dedi ki, bu dörəmə xala, mən bacımı gətirmişəm, istəyirəm üzük taxam, deyirəm, ola üzük mənim evimdə niyə taxırsın, gidin bir stol açın, bir 5 adamınızı çağırın, üzüyünüzü də taxın. Bilmirəm, nəsə ara qarışdı, məsəv itdi, elə o üzük qızın barmağına deyil, mənim koridorumdaca anaya verildi, bacı da hürkürdü, təbii ki, mən hiss etdim ki, zor altında mənim qapıma gəlmişdi, qardaşı zorla onu bura gətirmişdi, qardaşdan çəkinib, utanıb, bilmirəm, indi o onların öz məsələləridir, mən orada girişmədim, amma dedim ki, belə olmaz, koridorda üzük verilməz, bunun axırı nəticəsi heç yaxşı görünmür. Görünmür, xülasə ki, ana üzüyü qapdı, bunlar da qayıdıb evlərinə yollandı. İndi bu oğlan bazarlıqlar, bilmirəm, vallah, bu deyirdi, mən
Moskvada nə deyirlər o Putinin zadın oturduğu yerə bilmirəm. İndi dilimə gələndə o adı deyəcəm. Xülasə ki, oradan buna haqq gəlirdi. Belə bazarlıqlar. Mən hələ o boyda onun, o Lüdanın bir dəfə bilmirəm, o axı İncil kitabını o mənə vermişdi ilk dəfə. Bilmirəm, nə iləsə əlaqədar mı, yoxsa tarakan bizi aparırdı mı, çıxdım görəm ki, bu neyniyir axı, mən bu qədər gül kimi evi saxlayıram, dərman qoyuram, bu yenə gəlirmi, bilmirəm, nəsə bax, belə bir hadisə ilə mi qalxdım, nə iləsə, gördüm bunun stolunun üstündə, vallahi nə bu dediyim sizə belə, böyük qozlar. Mən o qozları heç vaxt görməmişəm. Heç bazara da o vaxtlar çıxmıram. O xaricdən gediş gəliş. Özümüzün dədə-baba qozlarımızı görmüşəm də. Böyüyünü də, kiçiyini də. Amma bu nə qozu deyir, Hind qozu deyir, nə qozu deyir. Yumurtadan da yekə belə qozlar. Yekə. Bunun stolunun üstündə təbii ki, bu bazarlığı bunlara arzu edirdi. Gözəl bazarlıqlar gəlirdi. Belə, bunlar özləri üçün kefə əyyamında idi, alırdılar, qoyurdular, geyinirdilər, gəzirdilər, dolanırdılar, altdan vurub üstdən çıxırdılar. Bir gün də bu arzu bizə girdi. Təbii ki, mənim çox ağır günlərim idi. Mən heç anama da əl açmazdım. İndi bacı, qardaş, Allah Taala könüllərinə necə deyim, belə bir istək salırdı. Onlar təbii ki, mənə əl atırdılar. Biz pensiyada almırdıq, Rusiyadan da bizə pul gəlmirdi. Şapalaqla elə dükana da gedirdim ki, məsələn, şu nisiyə verməyəndə deyirdim ki, sənin ixtiyarın yoxdur mənə, nisiyə mal verməyəsən, gözümün qabağında. Dükan açmışsan, qonşu yox, gör qonşusu yox, bilirsiniz ki, mən sizin pulunuzu yeməyəcəm, amma siz mənə buradan əzüqə verməsəniz, günaha batarsınız. O yazıqlarda səslərini kəsirdilər və istədiyim 50 manatlıq, 60 manatlıq, 40 manatlıq elə alırdım, gətirirdim. Bir də ora gördüm, 200-300 manat borcum qalırdı. Amma verməlisən deyirdim. Çünki əlimdəki pulu ancaq kağızlara, qələmlərə, kitablara mən xərcləyirdim. Bax, o illərdən danışıram. Xülasə ki, həmin bu arzu sağ olsun, bir dənə böyük bir heyvanı soydurdu, bizə pay gətirdi. Dedim, bala, bu mənə yox, qaldır evinə. Bu, təbii ki, hələ bu üzük ərəfələrində olmuşdu. Sonra bazarlıqlar gələndə onun bizə qazayıcı olmadı. Neysə, bilmirəm, xülasə bu işlərin arasında bir dənə böyük, o vaxtlarda bəlkə deyim, biz çaylarla ət yemirdik. Böyük bir savaba batdı bu oğlan və bizə böyük bir erkək, belə, bəlkə də 20-22 kiloluq bir heyvan.